bu ağır cinayət Rus dövlətinin nə qədər qeyri-insani Azərbaycanlılara qarşı etnik bir ayrı-seçkiliyin bariz nümunəsidir. Rusiya konkret olaraq Azərbaycana qarşı artıq elə bir cəbhədə dayanır ki, tamamilə biz bunu Ermənistanın duracağı yer kimi qiymətləndiririk. Yəni belə görünür. Amma konkret olaraq Azərbaycan daima Rusiya ilə bu dostluq və qonşuluq prinsiplərini rəhbər tutaraq əlaqələrin normallaşdırılması, əlaqələrin inkişaf etməsində maraqlı olub. Amma biz bunun Rusiyadan tamamilə əksini görürük. Rusiya dövləti, bilirsiniz, qeyri-ruslara, siz də qeyd etdiniz, tamamilə Mərkəzi Asiyalılara qarşı, Qafqazlılara qarşı qeyri-insani, humanist bir siyasət həyata keçirir və bu Rusiya dövlət siyasətidir. Təbii ki, Rusiya rəsmiləri bir çox məsələləri, dövlətlər arası məsələləri dilə gətirməyəndə onu çalışır ki, sadə insanlar üzərinə həyata keçirir. Bizim ilk təyyarəmizin vurulması, hazırda Yekaterinburqda Azərbaycanlılara qarşı həyata keçirən bu vəhşi akt konkret olaraq Kreml kulvarlarında planlaşdırılır və Azərbaycan dövlətinə təzyiq vasitəsidir. Bir neçə ay bundan əvvəl biz Rusiya ictimai siyasi və kütləvi informasiya vasitələrində Azərbaycanlılara qarşı çağırışlar edilirdi. Onların iş yerlərindən, onların qovulması, iş yerlərinin əlinə alınması. Yəni göründüyü kimi proses elə bir neçə ay bundan əvvəl hazırlanırdı və bununla Rusiya dövlət başçısı, Kremldə oturanlar qonşularına qarşı, Azərbaycana qarşı artıq düşmən siyasət həyata keçirirlər və biz artıq, Azərbaycan xalqı artıq Rusiyanın, bundan sonra Rusiyanın artıq onların etimad edici mesajlarına da inanmayacağız. Fürsət düşdükcə Azərbaycana qarşı çox cinayətkarcasına hərəkət edirlər. Mülki insanlar üzərindən orada siyasət aparmaq olmaz. Təbii ki, Azərbaycan siyasi partiyaları da buna qarşı çox sərt şəkildə təpki göstərirlər. Üzvü olduğu Milli Cəbhə Partiyası da buna çox kəskin reaksiya verir. Yəni proseslər bu istiqamətdədir və düşünürəm ki, Azərbaycan dövləti də Rusiyaya qarşı təbii ki, elə qeyri-insani addım atmayacaq. Bizim üslubumuz deyil. Bizim dilimiz deyil. Məhəmməd müəllim. Baş verənlər, həmçinin Buçada baş verən soyqırım Rus dövlətinin, Rus və Kremlin mahiyyətini ortaya qoydu. Yəni artıq Azərbaycanlılar bundan sonra Rusiyada diqqətli olmalıdırlar. Yəni proseslər tamamilə çox ciddi şəkildə onların əleyhinə işləyir. Bilirsiniz, Rusiya miqrantları, məhz Azərbaycanlıları, digər özbəkləri, qırğızları, oradakıları sıxışdırıb Ukraynadakı öz işğalçı siyasətinə alət etməyə çalışır. Bu da var. Onları aparıb beynəlxalq hüquqa zidd olaraq, həmçinin Rusiya qanunvericiliyinə zidd olaraq bu siyasət həyata keçirir. Göründüyü kimi Rusiyanın qanunvericiliyi qalıb ki, bir nəsə də zidd olsun ki, orada Putinin sayıqlamalarından ibarətdir konstitusiya, varsa da əgər, itiriblər deyəsin konstitusiyanı, heç mətnindən də xəbərləri yoxdur. Putin gecə nə yatır, yuxuda görürsə, səhərsə o baş verməlidir. O olmalıdır. Və Peskovu da ayıldacaqlar, ayılda bilsələr, alkoqollu gecələrdən sonra ya Medvedev ya Peskovu ayıldıb nəsə soruşacaqlar, o da rabitəsiz nəsə deyəcəkdir. Artıq sözləri də yoxdur deməyə.